Salam. Qısaca bağışlanma haqqında danışmaq istəyirəm. Bağışlanma nədir və hər şeyi bağışlamaq olarmı? Hər şeyi və hər kəsi bağışlamaq olarmı? Birbaşa mətləbə keçirəm, olar. Hər şeyi və hər kəsi bağışlamaq olar. Amma bir şərtlə. Ortada bağışlanmaq istəyən biri olmalıdır. Ortada həqiqi təəssüf hissi yaşayan, həqiqi peşmanlıq yaşayan və həqiqətən o daxili dəyişimi, o daxili çevrilməni, o daxili transformasiyanı yaşayan biri olmalıdır. Biz çox vaxt bağışlamaq haqqında danışırıq. Filan kəsi görəsən bağışlayımmı və s. bu məsələləri müzakirə edirik, düşünürük. Amma ortada bağışlanmaq istəyən biri varmı? Heç ona diqqətimizi çəkmirik. Halbuki bağışlamanın şərti budur. Onsuz da ortada elə bir təbii hadisədən söhbət gedir ki, həqiqi təəssüf hissi keçirmə olanda onsuz da sənin onu bağışlayıb bağışlamama kimi bir seçimin olmur. Sən təbii olaraq onu bağışlayırsan. Nə edirsə etsin həmin adam. Yenə deyirəm, hər şeyi və hər kəsi bağışlamaq olar. Ağlınıza gələ biləcək ən böyük qəbahətləri, ən ağır səhvləri, ən ağır günahları, ən böyük cinayətlərə qədər hər şeyi bağışlamaq olar. Amma bağışlanmaq istəyən olmalıdır. Yəni, adam sizə illərlə, bəlkə ömür boyu üzr istəyirəm deyər. Məni bağışla deyər. Amma bu söz sadəcə dilində olar. Bax, buradan yuxarı deyilmiş bir söz olar. Boğazdan yuxarı. Amma həqiqi təəssüf, həqiqi peşmanlıq, öz hərəkətinin həqiqətən pis bir şey olduğunu anlama, bax, bütün o daxili anlamanı yaşayan, bütün o sarsıntını keçirən, həqiqətən tövbə edən adam bunu sənə onsuz da hiss etdirəcək. Bir şəkildə bunu sənə hiss etdirəcək. Öz hərəkətləri ilə, öz əməlləri ilə. Əgər belə bir hissiyyat yoxdursa səndə və sən tərəddüd içində qalmısansa, görəsən mən filan kəsi bağışlayım ya yox, demək ki, ortada bağışlanma istəyi yoxdur. Yəni, o istək olanda səndə elə bir tərəddüd olmayacaq. Bu təbii bir şeydir. Sən onsuz da onu bağışlayacaqsan. Çünki, necə deyirlər, tövbə qapısı həmişə açıqdır. Bu söz elə belə boş yerdən deyilməyib. Tövbə qapısı həmişə açıqdır. Amma yetər ki, ortada tövbə edən biri olsun. Yenə deyirəm, sözdə yox. Boğazdan yuxarı yox. Nəyinsə, kiminsə xətrinə yox. Nə bilim, hətta ola bilər ki, kimsə öz əməlinin, törətdiyi işin zərərini qarşılamaq üçün hətta nələrsə edə bilər, amma o bunu qınaqdan qaçdığı üçün edər. Yəni, kimlərsə onu qınıyar da eləyər. Bu da həqiqi təəssüf deyil. Amma həqiqətən tövbə eləmiş adam, o daxilində dediyim kimi o transformasiyanı yaşayan adam bunu sənə onsuz da öz əməli ilə bunu sənə hiss etdirəcək. Ona görə də hər şeyi və hər kəsi bağışlamaq olar, amma bir şərtlə həqiqi bağışlanma istəyi olmalıdır. Bu, ümumiyyətlə, sual deyil, yəni. Sənin qarşında belə bir sual dayanmalı deyil heç vaxt ki, mən görəsən filan kəsi bağışlayım ya yox. Əgər sənin qarşında belə bir sual dayanırsa, belə bir tərəddüd içinə düşürsənsə ümumiyyətlə, demək ki, sən bu məsələləri görə bilmirsən. Yəni, burada sadəcə bir manipulyasiya var və sən bağışlanma hadisəsinin bütünlükdə
təbiətini anlamırsan. Ona görə də nə vaxtsa belə bir tərəddüd içində qalanda ki, görəsən onu bağışlamaq olarmı? Bax, orada hər zaman fikir ver ki, sən bu tərəddüdü ümumiyyətlə niyə yaşayırsan? Yəni, tərəddüd yaşayırsansa, deməli, nəinki bağışlamaq olmaz. Yəni, bağışlanmalı bir şey yoxdur. Yəni, bağışlanmaq istəyən yoxdur. Bağışlamaq istəyən olanda mütləq bunu artıq söz səviyyəsindən dil səviyyəsindən əməl səviyyəsinə keçirəcək. Əməl isə hər zaman öz işini görən bir şeydir. Həyatda yeganə iş görən şey əməldir. Əməl. Bax, əməl olacaqsa, səndə o bağışlanma prosesi təbii şəkildə olacaq. Yəni, tutaq ki, əgər bir adamı sən həyatından çıxarmısansa, hansısa bir hərəkətinə görə, sən onun o daxili transformasiyasını yaşadığı təqdirdə onu yenidən həyatına ala bilərsən. Yəni, mən bu qədər nə dediyimdən əminəm, bu məhz bu cür olur, mənim dediyim kimi.